Salam aleyküm, hardayam? Sultepe'nin özündəyəm, düz kuruqdayam. Asfalt yolda, qapının ağzına qədər asfaltdır. Ora əsas yoldur. Yoldan məsafəsi 100 metr. Yeri gözəl yerdədir, elit məhəllələrin birindədir. Üstü paketli görsənir. Bir də evin içərisindən tanış olaq. Qarşısı navesdir. Qazı, suyu, işığı, yəni yaşayış üçün hər şey var burada. Yəni həyətindən tanış olaq. Burada suyun sayğacıdır. Üstü navesdir. Belə də maşın girir. Plus burada qarajı da var ayrıca. Qiymət əla. Və bir dənə burada ayrıca qarajı. Bunu obyekt eləyə bilərsən. Gələcəyini dükan açıb üz o tərəfə. Yəni orada da qapısı var. Yəni nə istəsən eləyə bilərsən də öz evindir. Yəni alın, xeyirli olsun inşallah. Yəni bu qiymətə görə normal qiymətdir. Şəxsi tikili evdir. Otaqları da genişdir. Orta təmirlidir, deyim, lüks təmiri var, yox. Orta təmirdir. Bir dənə burada, istəsən bura zal, studio, otaq kimi də istifadə edə bilərsən. Yəni ölçüsü normal genişlikdədir. Bir dənə burada böyük, çox geniş zalıdır. Zalı tam təmirdir, görürsünüz də. Ölçüsü yaxşıdır. Yəni qiymət haqqında məlumat verim, sonra keçim o birisi otaqları çəkim. Qiyməti Sultepe kimi yerdə 56.000 manatadır. Buradan Kuruqa, Sultepe'nin Kuruquna hardasa maşından 2 dəqiqə çatırsan maksimum. Yəni Kuruqa çox yaxın məsafədədir. Yəni o birisi otaqları isə 56.000-ə görə dəyər qiyməti. Bütün kanallarda var, şotçiklər də var. Yəni normaldır. Bir dənə buradan gəldi. Bir dənə burada dedisko otağıdır. Baxın, istəsən bağlaya da bilərsiniz buranın. Bir dənə burada dediskidir. Buradan da gəldi. Bir dənə də burada böyük, çox geniş yataq otağıdır. Bunun da ölçüsü genişdir. Baxın, ölçülər çox genişdir. Ayrıca bağı da var. İndi gələndə inşallah özünüz baxarsınız. İndi çəkməyəcəm. Gələndə inşallah buradan ayrıca bağının qapısı da var. Burada hamam sanuzelidir. Çöldə də ayaq olsu var idi. Burada da var. Orta təmirlidir. Buradan da bağa xodu var. İnşallah gələndə özünüz də gəlib baxarsınız. Qiymətinə görə gözəl variantdır. Hər qiymətə əldə evlər var. Kim nə qiymətə ev istəyirsə yerindən asılı olmayaraq xəbər eləsin, gələk tez vaxtda yoluna qoyaq. Sağ olun, var olun.